51-ci sualın izahına baxırıq. A-nın çıxış qiyməti 3-dür, B-nin çıxış qiyməti 2-dir. Deməli, A, yəni if, özü neçə dəfə işləyir? 3 dəfə bura işləyir. 2 dəfə isə else işləyir. 2 dəfə else işləyir. Baxıram ki, ədəd 8-ə bölünüb. Deməli, nədən söhbət gedir? 8-li say sistemindən söhbət gedir. 3 dəfə bura işləyir, 2 dəfə bura işləyir. Mənim ədədim neçə rəqəmli ədəddir? 5 rəqəmli ədəddir. Mən də 8-li say sisteminin rəqəmləri bilirəm ki, hansı rəqəmlərdir? 6, 7. Sonuncu rəqəmimiz 7-dir. Ən kiçik ədədimiz də 0-dır. Bizdə deyir ki, həmin ədədi 2-yə bölünəndə, qalıq 0-a bərabərsə, A-nı 1 vahid artır. Ədədi 2-yə bölünəndə, yəni qalıq 1-ə bərabərsə, B-ni 1 vahid artır. Deməli, bizdə B-ni 1 vahid artırmağımız üçün mənim ədədim tək ədəd olmalıdır. Burada tək ədəd olacaq, burada cüt ədəd olacaq. İndi baxıram, bir ən böyük qiymət. Ən böyük tək ədədimiz hansıdır? 7-dir. Bura nə yazıram? 7. Bu 7-ni təkrarlanmama söhbəti yoxdur. Yəni 7-ni neçə dəfə götürəcəm? B2 dəfə işləyib baxır. 2 dəfə 7-yə müraciət edəcəm. Sonra cüt ədəd olması üçün bu ədədlərdən hansına müraciət edəcəm? Ən böyük cüt ədədim hansıdır? 6. Yerdə qalanları nə yazacağım? 6. Amma hansı say sistemində? 8-li say sistemində. Daxil etdiyim ilkin ədəd də 10-luq say sistemindədir. Ona görə 8-li say sistemindən 10-luq say sisteminə keçid edirəm. 7 vurulsun 8 üstü 4, üstə gəlsin 7 vurulsun 8 üstü 3, üstə gəlsin 6 vurulsun 8 üstü 2, üstə gəlsin 6 vurulsun 8 üstü 1, üstə gəlsin 6 vurulsun 8 üstü 0. Bu da elədir 32694. Cavabımız olacaq B variantı.